hər fermer tanınmağa layiqdir. Bizim də məqsədimiz elə bu idi ki, bu yeri başlayanda necə edək ki, bu məsələni həll edək. Və mən 3 il kənd gəzib insanlara deyirdim ki, baxın, bu məhsulunuz sizin dəyərlidir. Bəli, sizin məhsulunuz bazar rəqabətinə tab gətirə bilmir. Çünki bazarda bazar anlayışı və qiymət müəyyən edilir kütləvi istehsal olunan məhsulların sayəsində. Və o kəndliyə mən deyirəm ki, sənin məhsulun, sən yetişdirdiyin bu balaca bostanda əkdiyin pomidor və yaxud əkdiyin boranı, bunun dəyəri çox böyükdür. Bunun dəyəri 1 manat, 5 manat deyil. Bunun dəyərini düzgün ala bilmək üçün sən gəl, sənə mən biraz kulinariya bilikləri öyrədim, biraz səni bazara çıxmağa kömək edim. Gəl bu məhsulun ətrafında bir ritual yaradaq. Gəl bu məhsuldan şorba bişirək. Amma bu sadə şorba olmasın. Qəşəng orada belə ocağa qalayaq, böyük bir qazan boranı şorbası bişirək, ya doğğa bişirək. Və o doğğa bir adamla yox, bir 10 nəfər onu qarışdıra-qarışdıra davam eləsin. Sonra oturaq onu bir süfrənin arxasında belə yerdən xalçanın üstündə yeyək. Və buna görə də sənə o göyərtinin dəstəsi 20 qəpikdir kimi yox, bir adam başı 20 manat, 50 manat experience, yəni təcrübə ödənişi olsun.